Qlobal geosiyasi dəyişikliklər fonunda nəqliyyat marşrutlarının və enerji əməkdaşlığının əhəmiyyəti getdikcə artır. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni tərəfdaşlıq formatı isə bu prosesdə xüsusi yer tutur. Sıradakı sujetdə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında əldə olunan razılaşmalardan və onların region üçün əhəmiyyətindən danışacağıq. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında imzalanan yeni sənədlər əsasən nəqliyyat logistika sahəsini əhatə edir. Asiya ilə Avropa arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq yeni üç tərəfli əməkdaşlıq formatı yaradılır. Bu doğrudan da tarixi bir hadisədir və şübhəsiz ki, əməkdaşlığın yeni formatının əsasını qoydular və biz əminik ki, üç dövlətin liderinin atdığı addımlar uzun müddətli perspektivə malikdir. Biz də həmin qərarların tam şəkildə icrasına çalışacağıq. Xüsusilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinə dair razılıqdan sonra Mərkəzi Asiya ölkələrinə nəqliyyat logistika sahəsində əməkdaşlıq yeni perspektivlər vəd edir. Belə ki, Orta Dəhliz və Şərq-Qərb kimi beynəlxalq nəqliyyat marşrutlarının inkişafı nəinki hər üç ölkənin iqtisadi inkişafına, eləcə də Mərkəzi Asiya ilə Cənubi Qafqazın mühüm əməkdaşlıq platformasına çevrilməsinə töhfə verəcək. Əlbəttə ki, bu artıq üç tərəfli formatda sistemli işin təşkilidir. Hökumətlərarası komissiyanın yaradılması barədə qərar qəbul olundu. Bu komissiya nəqliyyat, energetika, sənaye kooperasiyası və ticarət sahələrində liderlərimizin razılaşmaları və tapşırıqlarının icrasını əlaqələndirəcək. Sistemli iş müvafiq nazirliklər səviyyəsində qurulacaq və mən düşünürəm ki, ən yaxın vaxtlarda biz çox səmərəli əməkdaşlıq, sinerji formalaşdıracağıq. Azərbaycan, Türkmənistan və Özbəkistan əməkdaşlığı təkcə nəqliyyat logistika sahələri ilə yekunlaşmır. Elektroenergetika, neft və qaz sektorunda birgə fəaliyyət də gündəmdədir. Azərbaycanın Türkmənistanla energetika sahəsində əməkdaşlığı var. Özbəkistanla da bu sahədə əlaqələrin inkişafı davam etdirilir. Hazırda SOCAR Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb. Bununla yanaşı alternativ enerji mənbələri də diqqətdə saxlanılır. COP çərçivəsində Özbəkistan, Qazaxıstan, Azərbaycan üçlü bir razılıq əldə olunmuşdu. Yaşıl enerji, yaşıl koridor, elektrik enerjisinin Avropa aparılması məsələsi. Təbii ki, bu Türkmənistan da gələcəkdə belə bir əməkdaşlıq nəzərdə tutulur. Və digər sahələrdə də, deməli, digər energetika sahəsində, məsələn, neft və qaz sahəsində də əməkdaşlığımız, müzakirələr aparılır. Bu sahədə də əməkdaşlığa gələcək perspektivdə ümidlə baxmaq olar. Bütün bunlarsa Avropa ilə Mərkəzi Asiya arasında körpünü möhkəmləndirməklə yanaşı hər üç ölkənin strateji əhəmiyyətini artırır. Asiya ilə iqtisadi əlaqələri gücləndirmək istəyən Avropa bərpa olunan enerji ilə bağlı da bu ölkələrdən faydalana bilər. Belə ki, Azərbaycan külək enerjisi potensialına görə qabaqcıl ölkələrdən biri hesab olunur. Eyni zamanda Türkmənistanın günəş potensialı və Özbəkistanın hidroenerji imkanları Avropanın enerji ilə təchizatına töhfə verə bilər.